Gen terapiyası autizmlə əlaqəli mutasiyalar olan toxumada struktur beyin qüsurlarını uğurla aradan qaldırıb. San Diego Universitetinin alimləri TCF4 genindəki mutasiyaların səbəb olduğu autizmin nadir və ağır forması olan Pitt-Hopkins sindromunu anlamaqda və potensial müalicəsində böyük bir irəliləyiş əldə edib. Bu barədə Nature Communication jurnalı yazır. Bu tibbi uğur modeli mutasiyanın beyin hüceyrələrinin böyüməsi və təşkili üçün vacib olan SOX və WNT kimi əsas genetik yollara müdaxilə etdiyini ortaya qoydu. Ən maraqlısı odur ki, tədqiqatçılar bu orqanoidlərdə TCF4 funksiyasını bərpa etmək üçün gen terapiya alətlərini tətbiq etdikdə normal beyin inkişafı bərpa olunub. Düzəliş edilmiş orqanoidlər molekulyar fəaliyyətdən tutmuş neyron funksiyasına qədər hər səviyyədə təkmilləşdirmələr göstərilib ki, tək bir genetik düzəlişin geniş terapevtik təsiri göstərilir. Bu müdaxilələr erkən inkişaf mərhələlərində həyata keçirilsə də, komanda oxşar müalicələrin doğuşdan sonra uşaqlara kömək edə biləcəyini yoxlamaq üçün klinik sınaqlara hazırlaşır. Müvəffəqiyyətli olarsa, bu təkcə Pitt-Hopkins deyil, TCF4 ilə əlaqəli potensial olaraq digər nevroloji pozuntuların da müalicəsində transformativ bir addım olacaq deyə alimlər bildirib. Çılpaq yatmaq sağlamlıq üçün faydalıdır. Milli Yuxu Fondunun beynəlxalq araşdırmasına əsasən gecə çılpaq yatmaq yalnız rahatlıq deyil, həm də sağlamlıq üçün vacib amildir. Araşdırma göstərir ki, belə yuxu vərdişi bədəndə qəhvəyə yağ adlanan xüsusi toxumanın fəaliyyətini stimullaşdırır. Bu toxuma kalori yandıraraq istilik yaradır və bədənin sabit temperaturunu qorumağa kömək eləyir. Nəticədə maddələr mübadiləsi sürətlənir və ümumi sağlamlıq güclənir. Mütəxəssislər bildirirlər ki, gecə sərində yatmaq insanın daha dərin və bərpa edici yuxuya getməsini təmin edir. Bədənin temperaturu aşağı düşdükcə yuxuya getmək asanlaşır və orqanizm təbii olaraq dərin yuxu mərhələsinə keçir. Bu isə həm zehni, həm də fiziki sağlamlığa müsbət təsir göstərir. Geyimsiz yatmaq xüsusilə qadınlar üçün faydalıdır. İntim bölgələrdən temperatur və nəmlik səviyyəsinin aşağı olması göbələk infeksiyaları riskini azaldır. Kişilərdə isə daha sərin mühit sperma keyfiyyətini və məhsuldarlığı artırır. Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək kifayətdir. Yeni dərc edilən meta-analiz alma sirkəsinin çəki azaltma təsiri sübut edib. İtaliya alimləri tərəfindən aparılan tədqiqatda gündəlik 30 milli alma sirkəsi qəbul edən insanların bədən çəkisində, bədən kütlə indeksində və bel çevrəsində azalma müşahidə olunub. Araşdırmaya əsasən bu təsir xüsusilə artıq çəki, piylənmə və ya ikinci tip şəkərli diabeti olan insanlarda daha çox nəzərə çarpır. Orta hesabla iştirakçılar 3 ay ərzində 7,5 kiloqram çəki itirib. Bədən kütlə indeksləri isə 2 vahid azalıb. Alma sirkəsinin təsiri mədə boşalmasının ləngiməsi, toxluq hissinin artması, qlukoza və lipid mübadiləsinin yaxşılaşması, bağırsaq mikrobiotasına müsbət təsir mexanizmlərlə izah olunur. Bununla belə tədqiqatçılar uzun müddətli təsirlərin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün daha geniş və davamlı araşdırmaların aparılmasının vacibliyini vurğulayır. Qeyd edək ki, alma sirkəsi müalicəvi vasitə kimi deyil, köməkçi vasitə kimi istifadə olunmalıdır. Üstəlik sirkəni su ilə qarışdırıb içmək daha faydalıdır. İstənilən halda miqdar və qəbul etmə saatları ilə bağlı ailə həkimi ilə məsləhətləşmək çox vacibdir. Stanford və Princeton universitetlərinin alimləri insan münasibətləri sahəsində maraqlı və təsirli elmi kəşfə imza atıb. Araşdırmalar göstərib ki, iki insan arasında güclü emosional bağ olduqda, istər dost, istər tərəfdaş, istərsə də yaxın qohum, onların beyinləri eyni ritmdə işləməyə başlayır. Eksperiment zamanı məlum olub ki, yaxın insanlar birlikdə film izləyərkən və ya söhbət edərkən onların diqqət və emosiyalarla bağlı beyin sahələri sinxron şəkildə aktivləşir. Emosional bağ nə qədər güclüdürsə, beyin dalğalarının sinxronluğu da bir o qədər yüksək olur. Mütəxəssislər bu hadisəni interpersonal neyron sinxronizasiya adlandırır. Bu fenomen insanların bir-birini uzaqdan hiss etməsi, fikirləri tamamlaması və bir-birini sözsüz başa düşməsi kimi hadisələri elmi baxımdan izah edir. Nəticədə dostluq və yaxınlıq beynimiz səviyyəsində görünməz bağın olması deməkdir.
Bu meyvə C vitaminini sürətlə artırır. Avstraliyanın Milli Elm və Texnologiya Təşkilatı və Adelaide Universitetindən olan tədqiqatçılar müntəzəm olaraq sarı kivi yeməyin orqanizmdə C vitamininin səviyyəsini səmərəli şəkildə artıra biləcəyini müəyyən edib. Klinik tədqiqatın nəticələri Nutrients jurnalında dərc edilib. Təcrübədə C vitamininin səviyyəsi aşağı olan 26 nəfər iştirak edib. İştirakçılar 2 qrupa bölünüblər. Birinci qrupda gündə 2 ədəd kivi yemələri istənilib. İkinci qrup isə kapsul şəklində C vitamini qəbul edib. Bir neçə həftə ərzində alimlər stress, əhval və yorğunluq hisslərindəki dəyişiklikləri izləyiblər. Məlum olub ki, kivi dərman preparatlarından daha sürətli və effektiv hərəkət edir. Artıq 4 gündən sonra birinci qrupun iştirakçıları yorğunluğun azaldığını, bir həftədən sonra isə əhval-ruhiyyənin yaxşılaşdığını və həyat tonusunun yüksəldiyini qeyd ediblər. Velosiped sürmək yaddaşı möhkəmləndirir. Yeni araşdırmaya görə velosiped sürmək təkcə fiziki sağlamlıq və ətraf mühit üçün deyil, həm də beyin sağlamlığı üçün faydalıdır. Araşdırma JAMA Network Open jurnalında dərc olunub. Britaniyada 480 min nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, velosiped sürmək demensiya riskini 19%, Alzheimer xəstəliyi riskini isə 22% azaldır. Aparılan müşahidələrə əsasən aktiv nəqliyyat növlərindən, xüsusilə velosiped sürənlərin beyinlərində yaddaş və öyrənmə ilə əlaqəli hipokamp bölgəsi daha böyük olub. Bu da yaddaşın qorunmasına kömək edə bilər. Eyni zamanda iştirakçıların həyat tərzi, sağlamlıq vəziyyəti və genetik faktorlarda nəticələrə təsir göstərir. Mütəxəssislər bildirir ki, həftədə bir neçə dəfə velosiped sürmək və ya qısa məsafəli, sürətli gəzintilər belə beyin sağlamlığı üçün faydalıdır. Evdə istifadə olunan velotrenajorlar isə alternativ kimi hesab olunur. Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir? Bir həbi quru udmaq çoxları üçün əhəmiyyətsiz bir iş kimi görünsə də, əslində risklidir. Maye olmadan dərman özəfagusa yerləşsə, təhlükəli vəziyyət yarada bilər. Su yalnız dərmanı udmağı asanlaşdırmaq üçün deyil, həm də dərmanı həzm sistemi boyunca düzgün şəkildə yaymaq üçündür. Maye olmadan dərman daha uzun müddət həll olunur, daha az sorulur və buna görə də təsiri zəifləyir. Süd, şirə, çay və ya qəhvə həblərin tərkibindəki maddələrlə kimyəvi reaksiya verə bilər. Buna görə də həkimlər təmiz suyun həb içmək üçün ən təhlükəsiz seçim olduğunu deyir. Həkimlər dərmanları otaq temperaturunda və ya bir qədər isti su ilə qəbul etməyi tövsiyə edir. Bu, tabletin daha sürətli həll edilməsinə və bərabər şəkildə udulmasına imkan verir. Əlavə fayda ondan ibarət ki, ilıq maye mədə və bağırsaqları yumşaq bir şəkildə stimullaşdırır və yerli qan dövranını yaxşılaşdırır. Bütün bunlar bədənin aktiv maddələri daha tez və effektiv şəkildə mənimsəməsinə kömək eləyir. Günün ən yuxulu saatları açıqlandı. Amerika Birləşmiş Ştatının Michigan Universitetindən neyrobioloq doktor Ravia Ladanın verdiyi açıqlamaya görə birdən-birə yaranan halsızlıq və yuxusuzluq hissi sadəcə yorğunluq deyil, elm tərəfindən sübut olunmuş fizioloji prosesdir. Ekspertin sözlərinə görə insan orqanizmi sirkat ritmi adlanan bioloji saatla idarə olunur. Bu ritmə əsasən ən yüksək fayda səhər saat 10:00 radələrində müşahidə olunur. Lakin günorta yeməyindən sonra təxminən saat 13:27 və 14:06 aralığında bir çox insan enerji azalması və artmış yuxululuq hiss edir. Bunun səbəbi isə yuxu təzyiqi adlanan təbii prosesdir. Yəni insan oyaq qaldıqca beynin istirahətə olan tələbatı artır və bu günün ortasında özünü güclü şəkildə göstərir. Doktor Allada qeyd edir ki, gün ərzində bədəndə sirkat ritmi ilə yuxu istəyi arasında davamlı mübarizə gedir. 2000 ofis işçisi arasında keçirilən araşdırma göstərib ki, ən çox yorğunluq və halsızlıq hissi saat 13:27 və 14:06-da yaşanır. Sorğuda iştirak edənlərin 25%-dən çoxu bunun səbəbini kompüter ekranı qarşısında uzun müddət keçirməklə əlaqələndirilir. 22% isə nadir fasilələrin buna səbəb olduğunu deyir. Respondentlərin təxminən 25%-i həmkarların işə mane olduğunu düşünür. Mütəxəssislər bildirir ki, səhv qidalanma da gündüz yorğunluğunun əsas səbəblərindən biridir. Onlar zülal və
liflə zəngin qidaların qəbulunu tövsiyə eləyir. Günorta yorğunluğunun öhdəsindən gəlməyin ən effektiv yolu isə 20 dəqiqəlik qısa yuxudur. Əgər bu mümkün deyilsə, təmiz havada gəzinti və fiziki aktivlik də konsentrasiyanı artırmağa və ümumi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək eləyir. Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı qanun layihəsi hazırlanır. Hazırda mövcud qanunvericiliyə əsasən atalara yeni doğulan övlad üçün 14 iş günü məzuniyyət verilir. Lakin bu müddət ödənişsizdir. Yeni təklif qəbul olunarsa atalar bu dövrdə həm övladları ilə vaxt keçirəcək, həm də əmək haqqı ilə təmin olunacaqlar. Rəsmi açıqlamalarda bildirilib ki, məzuniyyətin müddətində dəyişiklik nəzərdə tutulmur. Yalnız onun ödənişli olması təmin ediləcək. Bu addımın ailə institutunun gücləndirilməsinə, valideyn məsuliyyətinin daha ədalətli bölüşdürülməsinə və uşaqlara sağlam mühitin yaradılmasına töhfə verəcəyi vurğulanır. Müzakirələrdə əsas sual ödənişin mənbəyi ilə bağlıdır. Variantlar arasında dövlət büdcəsi və ya sosial sığorta fondundan maliyyələşmə ehtimalı önə çıxır. Ekspertlərin fikrincə, ödənişli atalıq məzuniyyəti ailələrin maddi yükünü azaldacaq və sosial rifahı gücləndiriləcək. Layihə hələ ilkin mərhələdədir və yaxın zamanda Milli Məclisdə müzakirəyə çıxarılacaq gözlənilir. Əsrlərdir xalq təbabətində istifadə olunan əvvəlik bitkisinin sağlamlıq faydaları artıq müasir elmdə də təsdiqlənib. 2021-ci ildə Journal of Ethnofarmacology jurnalında dərc olunan araşdırmada əvvəlik növlərinin antioksidant, antibakterial və iltihab əleyhinə təsirləri sübut edilib. Alimlər bildirir ki, əvvəlikdə yüksək miqdarda fenolik birləşmələr, flavonoidlər və askorbin turşusu mövcuddur ki, bunlar hüceyrələri sərbəst radikallardan qoruyur və xərçəng riskini azaldır. Tədqiqatda göstərilir ki, əvvəli ekstraktı zərərli bakteriyalara qarşı aktivlik nümayiş etdirir. Bu isə onun xalq təbabətində dəri xəstəlikləri və yaraların müalicəsində istifadəsini elmi cəhətdən əsaslandırır. Əvvəlik həmçinin mədə, bağırsaq sağlamlığında mühüm rol oynayır. Bitkinin turş dadlı yarpaqları həzmi asanlaşdırır, kök dəmləməsi isə bağırsaq iltihablarından təsirli nəticə verir. Araşdırmaya görə sidik qovucu və qan azlığı azaltmaq xüsusiyyətləri ilə diqqət çəkir. Baharın dərmanı adlanan əvvəlik həm qida, həm də təbii müalicə vasitəsi kimi gündəlik həyatda öz dəyərini qorumaqdadır. Ölkəmizdə əvvəlik yaz fəslində toplanılıb, hörülüb, qurudulur və qış aylarında yeməklərdə istifadə olunur. Şirin qazlı içkilər qadınlarda depressiya riskini artırır. Almaniya Diabet Araşdırmaları Mərkəzinin apardığı yeni bir araşdırma qazlı şirin içkilərin təkcə maddələr mübadiləsinə deyil, həm də psixi sağlamlığa, xüsusilə qadınlarda mənfi təsir göstərdiyini ortaya qoyub. Bu təsirin əsas səbəblərindən biri bağırsaq mikrobiomundakı dəyişikliklərdir. 2014-2018-ci illərdə 18-65 yaş arasında olan 932 nəfərin iştirak etdiyi bir araşdırmada məlum olub ki, qazlı içkilərdən müntəzəm istifadə edən şəxslər, xüsusilə də qadınlar depressiyaya daha çox meylli olur. Depressiyası olan pasiyentlərlə sağlam insanları müqayisə edən alimlər qazlı içki istehlakı ilə depressiya simptomlarının ağırlığı arasında birbaşa əlaqə aşkar edib. Qadınlarda şirin qazlı içkilərin çox istifadəsi depressiyaya tutulma ehtimalını 17% artırır. Tədqiqat zamanı qadınların bağırsaq mikroflorasında Egersella adlı bakteriyanın miqdarının artdığı müşahidə olunub. Əvvəlki araşdırmalarda göstərib ki, bu bakteriya depressiya ilə əlaqələndirilir. Maraqlıdır ki, bu təsir yalnız qadınlarda müşahidə olunub. Kişilərdə nə Egersella bakteriyasının artımı, nə də depressiya ilə əlaqə tapılmayıb. Alimlər bu fərqin hormonlarla və ya cinsiyyətə bağlı immun reaksiyalarla əlaqəli ola biləcəyini düşünür. Yeni virus təhlükəsi, 45 yoluxma, 1 ölüm. Fransanın cənub-şərqində yerləşən Albertville rayonunda 45 təsdiqlənmiş legionelloz hadisəsi qeydə alınıb. Bu barədə Agence France-Presse məlumat yayıb. Bildirilib ki, 8 nəfər hazırda reanimasiyada müalicə alır. Bir xəstə isə artıq dünyasını dəyişib. Bundan əlavə bir neçə şübhəli hadisədə həkimlər tərəfindən yoxlanılır. Hakimiyyət orqanları yoluxma mənbəyini müəyyən etmək üçün araşdırmalara başlayıb. Qeyd edək ki, legionelloz kəskin infeksion xəstəlikdir.
O, yüksək hərarət, intoksikasiya, ağciyərlər, mərkəzi sinir sistemi və həzm orqanlarının zədələnməsi ilə müşayiət olunur. Çoxsaylı orqan çatışmazlığı sindromu inkişaf edə bilər. İnfeksiya törədicisi su və ya torpaqda mövcud ola bilər. Əsas yoluxma yolları isə hava damcı və hava toz vasitəsidir.